5 ilin həsrətinə 40 yaşında son qoyduq. Bizim gözəl balamız dünyaya gəldi. Raul balamız. Hal-hazırda 3 yaşındadır. Mamoçkasında bir boru açıq, bir boru bağlı. Folikulları yetişib partlamırdı. Hormonal problem və sairə 3 kurs müalicə nəticəsində həmləlik oldu, həmləliyimiz çətin oldu və belə bir şirin mələk kimi oğlumuz dünyaya gəldi. Hal-hazırda gəlib doktoru görməyə. Çox sevindim. Həmişə siz gələsiniz. Sizi təbrik edirəm. Çox sağ olun doktor. Biz də həmişəki kimi bura ürək açıqlığı ilə gəlirik. Təbrikə görə də bu sevinci yaşatdığınıza görə də çox sağ olun. Minnətdarıq sizə. Dünyaları bizə vermisiniz bir sözlə. Hər dəfə bu uşağı gördükcə, böyüməyini gördükcə sevincimizin həddi hüdudu yoxdur. Əlbəttə ki, inşallah bütün gözəl illərin görəsiz onu, məktəbə keçməyin, instituta girməyin, əskər getməyin, toyunda inşallah doktorda oynayar. Arzusunda olanlarına hamısına qismət olsun. Ona görə çox vaxt qızlar gəlirlər, deyirlər ki, 40 yaş, bəli, heç vaxt ana ola bilmərəm, 40 yaş həmlə ola bilmərəm, nəticə göz qabağındadır. Ən azı heç olmasa bir gündə olsa vaxt ayırıb Elmira doktorun qəbuluna gəlsiniz. Qırılmış ümidlərini bəlkə doktorun sayəsində belə deyək də arzuları çin olar ən azı. İnşallah. İstəyənlərə qismət olsun, hamısı biz kimi sevinsinlər və bütün istəyənlərə qucaq dolu qismət olsun.